İctimai marağın sərhədləri necə müəyyən edilir? Evlər qəzalıdırsa, yol keyfiyyətsiz salınıbsa, kanalizasiya sistemi işləmirsə, bu gizli saxlanılmamalıdır. Çünki orada adamlar yaşayır. Dövlət hara nə qədər pul xərcləyirsə, bunu deməlidir. Çünki o pul vətəndaşlardan yığılır. Məmurların gördüyü işlər şəffaf olmalıdır. Övladlarına vəzifə təyinatları açıqlanmalıdır. Qanunlar dəyişirsə, əhali bu haqda ətraflı bilgiləndirilməlidir. Çünki bütün bunlar vətəndaşların həyatına təsir eləyir. Hüquqi anlamda ictimai maraq cəmiyyətin rifahına, təhlükəsizliyinə və demokratik nizamın qorunmasına xidmət etməlidir. ABŞ Ali Məhkəməsinin hakimi Felix Frankfurter deyir ki, ictimai maraq qeyri-müəyyən, toxunulmaz, lakin hər şeyə təsir edən bir meyardır. İctimai maraq sabit qayda deyil, konkret hallarda qiymətləndirilən hüquqi standart kimi qəbul olunur. Şəxsi həyat o halda ictimai maraq müstəvisinə keçir ki, fərd ictimai vəzifə daşıyır və icrası zamanı korrupsiya, səlahiyyətdən sui-istifadə və cəmiyyətə real zərər yaradır. Azərbaycanda Ali Məhkəmə ictimai maraqla şəxsi həyatın toxunulmazlığı arasındakı sərhədlər haqqında yeni qərarını ictimailəşdirib. Qərara görə hətta doğru məlumatlar şəxsin razılığı olmadan yayılsa, bu şəxsi və ailə həyatına müdaxilə sayıla bilər. İctimai şəxslərin keçmişi, ailə üzvlərinin xəstəlikləri, ailənin məxfi saydığı məlumatlar açıla bilməz. Prezident İlham Əliyevin oğlunun hərbi xidmətdə olmaması, gəlininin Ukrayna vətəndaşı olması kimi iddialar fonunda qərarın mediada yayılması diqqət çəkib. Tənqidçilərin fikrincə qərar dolayı yolla prezidentin ailəsini qorumağı hədəfləyib və mediada ictimai müzakirələrə qanuni sərhədlər qoyur. Deputatlar, hökumət tərəfdarları həmişə ictimai maraqların dövlət siyasəti ilə üst-üstə düşməli olduğunu vurğulayırlar. Ölkə prezidentinə yönəlik tənqidlər isə əsasən qərəzli sayırlar. Başqa sözlə hakimiyyət tərəfdarlarına görə dövlət və ictimai maraq bərabərdir. Özəlliklə də prezidentin ritorikası ilə müəyyənləşir. Siyasi tənqidçilər avtoritar rejimlərdə ictimai maraqla dövlət maraqlarının eyniləşdirildiyini bildirir. Siyasi şərhçi Araz Əliyev düşünür ki, dövlət ictimai sferaya təkcə müdaxilə eləmir Azərbaycanda, həmçinin onu yenidən dizayn eləməyə çalışır. Biz görürük ki, əlindəki resurslar vasitəsilə hakim sistem bu ictimai maraqları tamamilə fərqli sahələrə yönəldir. İctimai maraqları zor yolu ilə, bu baskı yolu ilə, təzyiq yolu ilə, manipulyasiya yolu ilə dövlət maraqları ilə uzlaşmağa məcbur eləyirlər. Araz Əliyev söyləyir ki, Azərbaycan hakimiyyəti ictimai maraqları formalaşdırmaq üçün müstəqil media, QT və müxalifəti sıradan çıxarıb. Azərbaycan hakimiyyəti heç kimin tənqidi və siyasi fəaliyyətinə görə təqib və həbs edilmədiyini deyir. Yerli və beynəlxalq hüquq müdafiəçiləri isə Azərbaycanda 400-ə yaxın siyasi məhbusun olduğu qənaətindədir.